uşaqlıq illərimi yaxşı xatırlayıram. Gözəl səsim var idi. Həm yaşlılarımla tez-tez Cıdır düzündə yığılıb bildiyimiz mahnılardan oxuyardıq. Zəngölələr vurardıq, əylənərdik. Səsimiz yaylaraq dağlarda əks səda verərdi. Hərdən də bir yerdə rəsimlər çəkərdik. Əl işlərimi hər kəs bəyənərdi. Hətta xan qızı Natəvan əl qabiliyyətimlə maraqlanmışdı. Çox gözəl günlər idi. Atam Əbdülhüseyin bəy Xurşudbanu Natəvanın şəxsi mirzəsi, həm də xanımın Kəbirli mahalındakı mülkünün darğası idi. Atamın dürüstlüyünü bəyənən xan qızı öz süd bacısı Şirin bəyini atam Əbdülhüseyinlə evləndirmişdi. Mən ailəmizdə 4-cü övlad idim. Başqa uşaqlardan fərqli olaraq uşaqkən mən hər şeyə maraq göstərərdim. Hələ mədrəsədə təhsil aldığım illərdə ərəb və fars dillərini mükəmməl öyrəndim. Yaşadığım dövrün çatışan və çatışmayan cəhətləri, şahid olduğum haqlı və haqsız hadisələr sanki gələcək fəaliyyətlərim üçün yaddaşıma həkk olurdu. Zirvəyə qalxacaq ömür yolunda İsa bulağının həzin laylası, Cıdır düzü, Qarabağ nəfəsi